Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve murselin. Seyyid Muhammedin ve ala alihi ve ashabihi ecmaîn amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleykümselam. Elhamdülillah. Yani bu keçən mövzularda mühüm mövzulardan danışırdıq birin. O da təkfirdir. Və təkfirə aid məsələlər çoxdur. Evet. Və bir gün istəyirəm toxunum, onlarla necə müamilə eləmək lazımdır, təkfirçilərlə. Ola bilər, indi gələn görüşlərimizdə danışacağım, inşallah danışaram. Olan sifətləri, necə onları tanımaq olar və s. Təbii, düzdür, indi başa düşən adam oxuyur, yəni üzündən yazılıb özdə böyük hərflərlə. Bilməyən adam olur hərdən, görsən, deyirlər, necə onları tanıyaq. Amma indi bir gün istəyirəm danışım, onlarla necə, onlar demişkən müamilə eləyik. Müamilə sözü xoş deyirlər. Təbii ki, onlar bidət əhlidir. Yəni, azmış tayfadır. Və ən azmışların ən şiddətlilərindəndir və ya hələ şiddətlisidir. Ne üçün belə deyirik? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem yeganə firqədir ki, onlar barədə danışır. Düzü çox. Çox danışır. Ki, qiyamətə olacaqlar. Ki, boynuz kimidirlər, keçəcəksən, yenə bitəcək. Yəni, kökün kəsbi olmayacaq. Fikir qalacaq. Ki, məsələn, harada görsün, öldürün, düzdür, hakim işidir. Onları öldürməkdə nə qədər savab var. Ad Səmud qövmü kimi öldürün onları. Ox yayından çıxan kimi çıxdılar. Yəni, onu göstərir ki, dində naqisdir. İbadətlər olsa da. Və s. Sifətləri, əlamətləri var. Necə hədislərdə, səhih hədislərdə gəlib. Və yeganə firqədir ki, onlar barədə danışılıb belə. Onu göstərir ki, necə mundar fikir daşıyırlar. Baxmayaraq, əcaib mundar fikir daşıyanlar var. Var. Ancaq bunlardan xüsusən qeyd olunur. Və bu onu göstərir ki, bunlar barədə bilməlisən, çəkinməlisən və çəkindirməlisən. Və ən birinci çəkindirən də aydındır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem olur. Ən birinci çəkindirən. Sonra sahabələr. Sahabələr onları öldürürdü. Ona görə Əli ibn Əbi Talib radiyallahu anhum, Ömər ibn Xattabın qaynatasının vaxtı, Əli ibn Əbi Talibin xilafəti vaxtı zəiflik oldu. Heç bir ölkə fəth olunmadı. Yəni, bir dənə kafir öldürülmədi. Əksinə, müsəlmanlar başladılar, öz aralarında fitnə düşdü. Sadəcə, Əli ibn Əbi Talib radiyallahu anhunun xəlifə olduğu vaxtı böyük fəzilətlərdən elə ən böyüyü bu idi. Ki, xavaricləri qırdı. Kökün kəsməsə də Nəhrivan döyüşündə qıldı. Və müamilə onlarla bidət əhli və onlarla başqa cür olur. Yəni, onlara salam vermək düzgün deyil. Yəni, hərdən hətta cahillər də deyirlər, belə, onlarla belə söhbət edirsən, oturursan, durursan, onlar deyir, nə yaxşısınız, nə yaxşısınız. Bəzilə var məndə qonşuda və ya qohumda və ya o gün biri gördüm, belə narazıdır. Elə bir, neyiblər buna? Narazıdır. Belə salam verirsən belə, nəsə belə danışır belə. Mızıldayır. Ümumiyyətlə, hələ adam onlara salam vermiyor. Onlar salam versələr almıyor. Xüsusən qəssablara. Qəssabların 95% onlardandır. Xavariclər. Görürlər, bu biznes yaxşıdır. Özdə
elə təbliğ edib ki, ancaq bunlar kəsəni, yəni bunların dediyi bismillah başqadır. Kəsəndə. Ona görə bu biznes demək olar ki, çox hissəsi var. Ona görə qəsəblan çoxsunda görürsən ki, hələ o fikirdədir. Çünki başqa fikirdə olsa almayacaqlar ki, xavariclər. Və onlarla ticarət eləməyə imkan varsa eləmə. Hətta onlardan ət alma gedib. Bəli. Get cahildən al. Əgər məsələn xavaricdir, yanıb təkfirçi, şeytan, qəssabdır, cahil, get cahildən al. İndi onlar, təbii ki, bu bir iki də belə demişəm, ay, baxçı, günlə danışır, namaz qılan, kəsi bu namaz qılmayanlara da ondan istifadə edirlər hər şeydən. Gör, necə müsəlman, necə müsəlman, avam sadə lövləri də deyir, o da deyir, doğru, bu namaz qılaq ancaq. Bu namaz qılan vardı Peyğəmbər sallallahu aleyhi ve sellem nələr naşır. Amma cahil var, böyle daşıyor, bax. Ona görə əhl-i sünnəyə görə, vəl-cəmaya görə, asi, fasiq, bidətçidən əfsəldir. Bidətçidən əfsəldir. Ona görə cahil, xavaricdən əfsəldir. Müəyyən baxımdan, təbii ki. O baxımdan əlbəttə, yəni onlarla müamilə şiddətli olmalıdır, sərt. Hiss eləsinlər. Hiss eləsinlər. Necə ki, onlar ümumiyyətlə özlərindən başqa hamısını kafir görürlər. Salam deyirsən, deyir, aleykum. Hətta bu məsələni düzgün başa düşmürlər. Peyğəmbər sallallahu aleyhi ve sellem bütün kafirləri aleykum demirdi ki. Sadəcə bəzi yahudilər o vaxt ki, deyəndə ki, əssəmu, yəni ölüm olsun sənə, o da deyirdi ki, aleykum, sizə də. Amma hansı yahudi desə ki, əssəlamu aleykum, sən deyirəm, aleykum salam. Bəli. Bunlar isə onu götürür. Müsəlmanlar aydın. Hamına özlərindən başqa, deyirsən, salam, onu deyir, aleykum. Cahillər nədən deyir? O nə deyir? Deyirsən, deyirəm, salam aleykum, mənə deyir ki, aleyküm. Aleykum, aleykum. Bilmirlər. Onlardandır da, ona görə xarablardandır. Ona görə onlarla müamilə şiddətli olmalıdır. Nə salam verməmək, nə salam almamaq onlardan. Əkinmək lazım. Nə qədər onlardan uzaq olsun, o da yaxşıdır. O da yaxşıdır. Və nə üçün bu mövzu mühümdir, oxunuram. Çünki bilirsiniz ki, mümeyyilər var. Onlar deyirlər ki, hər şey əladır. Sadəcə, bəli, bir-iki dənə məsələ var, biz onlarla razı deyilik. Amma belə heç bir problem yoxdur. Onlarla dur, otur və s. Yəni, mümeyyilər bu saat bunu təbliğ edir. Ona görə çox yerdə şahidi olduq ki, mümeyyi mənhəci girəndən sonra onlar ki, təkfirçilərdən çəkindirirdilər. Bu təkfirçilərdən gəlib bəziləri halal aldılar, bəziləri də oturub dururlar, deyib gülürlər. Çünki mümeyyiliyə görə mənhəcdə problem varsa, bir olar, yenə. Çünki mümeyyiliyə görə danışma olmaz. Sadəcə deyə bilər ki, bəli, biz təkfir məsələsində onlarla razı deyil, amma belə bir olar. Belə mövqe olar, əgər məsələn hansısa bir təhlükə olmayan məsələdə, mənhəclə bağlı, üsulla bağlı olmayan məsələdə olsa, məsələn, fikri məsələdə, məsələn, rükudan sonra biri əllərini bağlayır, sonra səcdəyə gedir. Rükudan sonra bəzilə əllərini açır. Buna görə lazımdır o ayrıca cəmaat olmaq, əlləri bağlayanlar, əlləri açanlar. Aydındır, bu normaldır, problem yoxdur. Amma xurucda, təkfirdə problem ola demək ki, sadəcə biz onlarla razı deyilik, bir olar. Çünki onlar gətirdiyi mümeyyi mənhəci budur. Ona görə mümeyyiliyi biz qəbul eləmirik, necə ki, həddadiliyi də qəbul eləmirik. Aydın yaşa bu incəliyi başa düşün. Ona görə xavariclərlə, təkfirçilərlə müamilə, oturub durmaq, bəzi qardaşlar deyir ki,
bağçada bir yerdə olmuşuq. Məktəbdə bir yerdə oxumuşuq. Bir məhəllədə yaşayır. Dəvət eləmək istəyirəm onları. Hə, mən onlara dəvət eləmək istəyirəm. Bunlar bəhanədir. Bunlar dəlil deyil axı. Nə olsun? Hə, ona görə necə Əbu Talib dünyasını dəyişəndə düzü kafir olsa da Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər kömək olmuşdu. Səbəb olmuşdu. Lakin dünyasını dəyişəndə heç getmədi dəfninə. Əli bin Əbi Talibi çağırdı. Oğlum. Dedi ki, apar bastıra, iyi verməsin. Hə? Həmçində bidət əhlinə, xüsusən xavariclərlə mövqü olmalıdır. Mövqü olmasa heç nə. Çox nadir adam salamat qalacaq. Belə incəlikləri bilmərək çoxsu. Azıb gedəcək. Mövqü olmasa azıb gedəcəklər. Hələ bu qısa sadəcə fayda idi. Allah subhanət hələ bizi dində sabit etsin. Allah kömək olsun. Esselamu aleykum. Aleyküm. Allah sizdən razı olsun şeyh.